Salam. Bugün sizinle ABŞ ve Ukrayna arasında imzalanmış bir sazişi, daha doğrusu çok müzakere olunan bir razılaşmanı müzakere edeceğiz. Bəli, salam. Söhbət Ukraynanın o zəngin faydalı qazıntılarından gedir. Məhz. Elimizdeki mənbələr də Qaynar.info az saytındandır. Orada həm xəbərlər var, həm də fərqli şərhlər. Məqsədimiz də odur ki, bu sənədin arxasındakı əsas məqamları anlayaq. Hə, fərqli prizmaları, bir də sizin üçün bunun nə anlama gəldiyini aydınlaşdıraq. Gəlin başlayaq. Deməli, bu razılaşma Ukraynanın təbii ehtiyatları ilə bağlıdır, eləmi? Tamamilə doğru. Alüminium, qrafit, neft, təbii qaz kimi ciddi sərvətlər. Razılaşmada məhz bu ehtiyatlara çıxışla bağlıdır və ətrafındakı proseslər doğrusu çox maraqlıdır. Yaxşı, gəlin biraz detallara varaq. Texniki tərəfi necədir? Mənbələr deyir ki, ABŞ-a imtiyazlı giriş verilir. Yəni üstün şərtlərlə. Bəli, üstün şərtlərlə Ukraynanın təbii ehtiyatlarının, necə deyim, işlənməsi ilə bağlı yeni investisiya layihələrinə giriş imkanı. Bəs konkret mexanizm nədir? Bu necə işləyəcək? Əsas məsələ birgə investisiya fondunun yaradılmasıdır. Baxın, razılaşmaya görə Ukrayna yeni icarə haqqından, bir də o faydalı qazıntıların çıxarılması üçün verilən yeni lisenziyalardan gələn gəlirin hamısının 50%-ni bu fonda köçürəcək. 50%-ni, bu çox ciddi rəqəmdir. Bəli. Və maraqlısı odur ki, fondun idarə olunmasında Vaşinqtonla Kiyev bərabər səs hüququna malik olacaq. Bu da önəmlidir. Hə, bərabər hüquq. Bir də dediniz ki, birbaşa borc öhdəliyi yoxdur. Məhz. Bax, bu çox önəmli detaldır. Yəni, bu klassik bir kredit sövdələşməsi deyil. Ukrayna ABŞ qarşısında birbaşa maliyyə borcu altına girmir. Bu çox maraqlıdır. Çünki borc öhdəliyinin olmaması tamam başqa motivasiyaları yada salır. Məsələn, mənbələrdə Real Partiyasının sədri Natiq Cəfərlinin təhlili var idi. O bunu bir növ iqtisadi qorunma qalxanı adlandırır Ukrayna üçün. Hə, o yanaşmanı mən də oxudum. Maraqlı fikirdir. Yəni, demək istəyir ki, NATO üzvlüyü real görünmür, ABŞ da birbaşa qoşun yeritməyəcək. Belə bir vəziyyətdə bu saziş Amerikanın iqtisadi maraqlarını birbaşa bölgəyə bağlayır. Və bu da güya Rusiyanı çəkindirə bilər bəzi hücumlardan. Baxın, bu geosiyasi argument kimi əlbəttə diqqətə layiqdir. Amma Cəfərli özü də deyir axı, bu resurslardan real gəlir əldə etmək hələ ki sual altındadır. Çox qeyri-müəyyəndir. Necə yəni? Yəni, ən yaxşı halda bəlkə 10 ildən sonra nəsə gəlir gətirə bilər. Amma o 10 il ərzində də nə qədər böyük investisiya lazımdır. Təsəvvür edin. Aydındır. Böyük pullar tələb olunur deməli. Bəli. Hətta bəzi mənbələr deyir ki, Rusiyanın o dondurulmuş aktivlərinin bir qismini bəlkə də bu işə yönəldəcəklər. Bunu da istisna etmirlər. Doğrudan. Bu da başqa bir aspekt. Və daha bir maraqlı məqam da var. Bu sazişin potensial olaraq təkcə Kiyevin nəzarətindəki ərazilərə yox, həm də hazırda Rusiya işğalı altında olan Ukrayna torpaqlarına da şamil edilə biləcəyi fikri səslənir. Yəni, çox uzun müddətli bir perspektivdən söhbət gedir. Deməli, bir tərəfdə bu geosiyasi qalxan nəzəriyyəsi var, amma digər tərəfdə də ABŞ-ın keçmiş prezidenti Trump'ın tamamilə fərqli vurğusu. Elədir, Trump başqa prizmadan baxır. O, News Nation-a müsahibəsində deyib ki, bu razılaşma ABŞ üçün çox sərfəlidir. Hətta 350 milyard dollardan çox qazancıdan danışıb. Bu, əvvəlki administrasiyanın verdiyi yardımla müqayisədə fantastik rəqəm kimi səslənir. Bəli, Trump məhz o müqayisəni edir. Deyir ki, əvvəl verilən yardım sadəcə xərclənən pul idi, amma indi o məbləğ qarşılığında ABŞ əsl sərvət əldə edir. Yəni, sırf iqtisadi qazanc kimi təqdim edir. Həm də deyir ki, ABŞ-ın o hasilat bölgələrində olması Ukraynanın müdafiəsinə də kömək edəcək. Hə, o da var. Deyir ki, dis oyunçuları yəqin ki, Rusiyanı nəzərdə tutur da, o ərazilərdən uzaq tutacaq. Amma maraqlıdır ki, mənbələrə görə Trump əvvəlcə bu sazişin əleyhinə imiş. Necə yəni əleyhinə? Bəli, əvvəl istəmirmiş bağlamaq. Sonra fikrini dəyişib. Bu da göstərir ki, məsələ çox qatlıdır. Doğrudan da çox fərqli baxış bucaqlarıdır. Biri uzun müddətli qeyri-müəyyən gəlirdən, amma potensial geosiyasi təsirdən danışır. Digəri isə birbaşa böyük iqtisadi mənfəəti vurğulayır. Belə deyək də, ortada konkret bir saziş var. Bəli, ümumiləşdirsək, ABŞ və Ukrayna faydalı qazıntılarla bağlı əməkdaşlıq edəcək, birgə fond var, gəlirlər bölünür, birbaşa borc yoxdur. Bunlar faktlar. Amma şərhlər fərqlidir. Kəskin şəkildə fərqlənir. Kimin üçün bu, Ukraynanın təhlükəsizliyi üçündür, kimin üçün ABŞ-ın iqtisadi maraqları üçündür. Hər iki tərəfin də öz argumentləri var əslində. Yaxşı, sonda bir məqam üzərində düşünək.
Əgər bu sazişdən real iqtisadi fayda, dediyiniz kimi, ən azı 10 il çəkəcəksə, Və böyük ilkin sərmayə tələb edirsə. məhz. Onda bəlkə də bu sazişin bugün yaratdığı o geosiyasi reallıq, yəni tərəflərin hesablamalarına təsiri, onun uzun müddətli iqtisadi perspektivindən daha önəmlidir. Nə düşünürsünüz bu barədə? Bu məncə üzərində düşünməyə dəyər bir sualdır.